Bugün dim toplunun ikinci hissəsinin ilk həndəsə mövzusu olan fiqurların sahəsi bölməsinə baxacağıq. Birinci bölməsi kvadratın və düzbucaqlının sahəsi. Birinci sual. Tərəfləri 18 və 8 olan düzbucaqlı ilə sahəsi eyni olan kvadratın tərəfini tapın. Sahəsi eyni olan deyəndə birinci biz kvadratın sahəsini bilirik ki, A kvadratına bərabərdir. Düzbucaqlının sahəsi də onun enli ilə tərəfinin, yəni uzunluğunun hasilidir. O zaman düzbucaqlının sahəsi 18 vurulsun 8 olduğuna görə və kvadratın sahəsi ilə eyni olduğuna görə birbaşa A kvadrata bərabərdir. 18 vurulsun 8 yaza bilərik. 144 eləyəcək. Bu da 12-nin kvadratı olduğuna görə kvadratın tərəfi eləyir 12. Digər sual. Tərəfləri 18 və 9 olan düzbucaqlı ilə sahəsi olan kvadratın eyni şeydir. Yəni, keçirəm artıq bunu. Bunu da özünüz yazarsınız. Düzbucaqlı ilə diaqonalı 20 Düzbucaqlının diaqonalı 20 sm olub, oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Çəkirik bir dənə düzbucaqlı. Diaqonalını da çəkək. Deyir ki, düzbucaqlının diaqonalı 20 sm-dir, oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Düzbucaqlının sahəsini tapın. Bu 20. Bu 30 dərəcədir və bilirik ki, bu düz bucaqdır və bu da düz bucaqlı üst bucaq əmələ gəlir. Düz bucaqlı üst bucaqda 30 dərəcəlik bucağın qarşısında duran katet betonumuzun yarısına bərabərdir. Bura 20, bu 30 dərəcəsi 30-un qarşısındakı olacaq 10. Bu da 60 dərəcə olduğuna görə 60-ın qarşısında duran isə 30-un qarşısında duranın kök 3 mislinə bərabərdir. O zaman S bərabərdir. Bu iki tərəfin hasili 10 vurulsun 10 kök 3, yəni 100 kök 3 olacaq. Beləndi. Dördüncü sual. Radiusu kökü olan çevrə daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Çevrənin daxilinə əgər kvadrat çəkilirsə, bu demək ki, kvadratın xaricində çevrə var. Çevrə daxilində kvadrat varsa və ya kvadratın xaricində çevrə varsa, onda o çevrənin radiusu kvadratın tərəfi ilə işarə eləsək, A kök 2 bölünsün 2 eləyir. Və bu bərabərdir deyir ki, kök 2-yə. Kök 2-lər ixtisar etsə, A bərabər olur 2-yə. Kvadratın sahəsi S bərabərdir A kvadratı olduğuna görə eləyəcək 4. Radiusu 4 kökü olan çevrə daxilinə çəkilmiş kvadrat eyni məntiqlə yazıram bunu da. R bərabərdir A kök 2 bölünsün 2 bərabərdir 4 kök altda 2-yə kök 2-lər ixtisar edir. A bərabər olur 8-ə, S bərabər olur 64-ə. Ondan sonra keçdik digər suala. Şəkildə verilmiş hər növbəti kvadratın tərəfi digərinin tərəfinin uzunluğunun yarısına bərabərdir. Bütün kvadratların sahələri cəmi 84-dür. Yəni, məsələn, bunun tərəfinə x desək, bura x desək, bura olacaq 2x, bura olacaq 4x. Və bunların sahələri cəmi. Bu kvadratın sahəsi olacaq 16x kvadratı. Bu kvadratın sahəsi olacaq 4x kvadratı. Bunun sahəsi olacaq x kvadratı və bunları toplayırıq. 16x kvadratı üstə gəl 4x kvadratı üstə gəl x kvadratı bərabərdir 84-ə. O zaman alırıq ki, 21x kvadratı bərabərdir 84-ə, x kvadratı bərabərdir 4-ə, x bərabərdir 2-yə. Bizdən perimetrləri cəmi istəyir. O zaman 2-dirsə x, 4x olduğuna görə bunun tərəfi olacaq 8, 2x olduğuna görə bunun tərəfi olacaq 4, bu da olacaq 2. Onda bunun perimetri 4 vurulsun 8, yəni 32. Bunun perimetri 4 vurulsun 4, yəni 16. Bunun perimetri 4 vurulsun 2, yəni 8. O zaman buradan toplayırıq. 32, üstə gəl 16, üstə gəl 8. Bu da eləyəcək 56. Cavab deyiləndir. Növbəti sual 7-ci. Perimetri 2m, sahəsi isə 16-da 3m kvadratına bərabər olan düzbucaqlının diaqonallar arasındakı bucağı tapın. Burada bir dənə bir yer açım yazmaq üçün. Yazaq indi. Perimetri, yəni düzbucaqlının tərəflərinə görə perimetri 2 vurulsun A üstə gəl B-dir. Bərabərdir 2m olduğuna görə hər tərəfi 2-yə ixtisar eləsək, qalır A üstə gəl B bərabərdir m-ə. Sahəsi A vurulsun B bərabərdir 16-da 3m kvadratına. Bizdən düzbucaqlının diaqonalları arasındakı bucağı istəyir. Bilirik ki, düzbucaqlının diaqonallarına görə də sahə düsturu var. 2-də 1 d kvadratı sinus fi. Belə bir düzbucaqlı çəksəm qısa bir şəkildə.
Bu düz bucaqlının diaqonalları arasındakı bucaqdan söhbət gedir. Diaqonallar da eyni olduğuna görə bu sahə düsturu. İndi biz bu D kvadratını A ilə B ilə, yəni M ilə işarə eləyib gətirib yerinə yazaq. Bunları bir-birinə bərabər eləyək. Bunun üçün nə edirik? A plus B bərabərdir M-in mötərizəli kvadrata yüksəldirik. Alınır A kvadratı, üstə gəl B kvadratı, üstə gəl 2AB bərabərdir M kvadratına. İndi bura A, bura B, bu da D olarsa A kvadratı plus B kvadratı D kvadratına bərabərdir. Bunun yerinə D kvadratı yazıram. Üstə gəl. Bu səfər də burada 2AB, AB-nin də yerinə bunu yazırıq. 2 vurulsun 16-da 3M kvadratı bərabərdir M kvadratına. İndi D kvadratı bərabərdir. İxtisar gedəcək 8. M kvadratından çıxırıq 8-də 3M kvadratını. Və bu da eləyəcək 8-də 5M kvadratı. Gətirib burada yerinə yazıram. S bərabərdir. 2-də 1 D kvadratının yerinə bunu yazırıq. 8-də 5M kvadratı vurulsun sinus fi. Və bu bərabərdir, həm də sahə buna bərabərdir axı. 16-da 3M kvadratına. Bu 16'lar ixtisar gedəcək. M kvadratlarını da ixtisar elədik. Qaldı 5 sinus fi bərabərdir 3-ə. Və aldıq ki, sinus fi bərabərdir 5-də 3-ə. Fi'ni də tapmaqdan ötürü tərs trigonometrik funksiyadan istifadə edirik. Fi bərabərdir arc sinus 5-də 3-ə. Yəni A bənd olacaq. Növbəti sual. İki təpəsi tərəfi 3 olan kvadratın diaqonalı üzərindədir. O biri təpələri isə həmin kvadratın tərəfləri üzərində yerləşən kvadratın sahəsini tapın. Yenə bir yer açıram buradan. Kvadratımızı çəkək. Bu bizim kvadrat. Bir dənə də kvadrat çəkim. Ehtiyacımız olacaq buna. Sonra diaqonalı, yəni nə deməkdir? Şəkili birinci təsəvvür edək. Ondan sonra. İndi gəlirik bunu, bax burada quracağıq. İki təpə nöqtəsi kvadratın diaqonalı üzərindədir. Bu şəkildə. Biraz daha. Aha. Bunu da kiçiltsək, gəlib tam düşəcək tərəflərin üzərinə. Təxminən belə bir fiqurdur. İndi deyir ki, iki təpə nöqtəsi kvadratın diaqonalı üzərində, digər iki təpəsi isə tərəfləri üzərində olan başqa bir kvadrat var. İndi alınan bu kvadratın biz sahəsini tapmalıyıq. Və böyük kvadratın tərəfi 3-dür. 3-dürsə, bilirik ki, kvadratın diaqonalı 3 kök altda 2-yə bərabərdir. Və bilirik ki, kvadratın diaqonalları bucaqlarının təmbölənidir. 45, 45-dir. Və bu da kvadrat olduğuna görə bura 90-dırsa, bu da 90-dır. O zaman bura da 45-dir. O deməkdir ki, bunlar bir-birinə bərabərdir. Və bu kvadrat olduğuna görə 4 tərəfi də bir-birinə bərabərdir. Və eyni şəkildə bura 45, bu da 45 olduğuna görə bu tərəfdə buna bərabərdir. Çünki bərabər yanı düzümüz bir də burada var. Yəni, görürsünüz, diaqonal 3 bərabər hissəyə bölündü. Bunu 3-ə bölsək, 3 kökünü 3-ə bölsək, qalacaq kök 2. Demək ki, bunun hər birinin tərəfi, yəni uzunluğu kök 2-dir. Və bu kvadratın tərəfi də kök 2-dir. O zaman sahəsi kök 2-nin kvadratı eləyəcək, yəni 2. Digər sual 9. Eyni iki təpə nöqtəsi tərəfi 6 olan kvadratın diaqonalı üzərində. Eyni şəkildə sadəcə bu səfər 6 kök 2-dən götürüb hesablayacaqsınız. Perimetri 8, diaqonalı 10 olan düzbucaqlının sahəsini tapın. Şəkili çəkim elə göstərim ki, rahat anlayaq. Perimetri 8-dir. Bu da diaqonalı. Aha. Bura A, bura B, bu da A olmuş olur. Burada kök 10 desək. Yəni, A üstə gəl B vurulsun 2 bərabərdir 8-ə. 2-yə də ixtisar etsək, A plus B bərabər olur 4-ə. Və D-nin uzunluğu da kök 10-dursa düzbucaqlının sahəsini istəyir. Bu diaqonaldan və tərəflərdən istifadə etməkdən ötürü bunu mötərizəli kvadrata yüksəldirik. 2 ədədinin kvadratı. Açaq mötərizənin kvadratını. A kvadratı üstə gəl B kvadratı üstə gəl 2AB bərabərdir 16-ya. Və bu bilirik ki, bizə D kvadratını verir. Üstə gəl 2AB bərabərdir 16-ya. D kvadratı, D kök 10-dursa, D kvadratı kök 10-un kvadratı 10 eləyəcək. Yerinə yazırıq burada. 10 üstə gəl 2AB bərabərdir 16-ya. 2AB bərabərdir 16-dan 10 çıxırıq 6-ya. AB bərabərdir 3-ə. AB elə bizə düzbucaqlının sahəsidir. S bərabərdir AB, o da 3 olmuş olur. 11-ci sual. Perimetri 12 olan diaqonal eyni sualdır. Görürsünüz, sadəcə rəqəmlər fərqlidir. Yerinə yazıb hesablayacaqsınız. Gəldik digər suala. 12. 12-ni gəlin götürün, biraz daha geniş bir yerdə çəkin bunu. Aha.
Üstündə də qeyd edək. DY bərabərdir 3 verilib. AD bərabərdir 4, bu da verilib. BK bərabərdir 2CY-yə. Bura məsələn, mən bir x desəm, bura olacaq 2x. O zaman bura 2x, bura x, yəni bu 3 və x olduğuna görə bu olur 3 plus x. Bunun uzunluğu da 5-dir. Burada gəlin bir oxşarlıqdan istifadə edək. Bura bir alfa desəm, bura beta desəm, bilirik ki, alfa ilə betanın cəmi 90 dərəcədir. Və bura alfa, bu 90 dərəcə olduğuna görə burada avtomatik beta olmuş olur. Bu 90, bu beta olduğuna görə bu bucaq da alfadır. Və buradan görürük ki, ADY üçbucağı ilə AKB üçbucağı oxşar olmuş olur. Bu oxşar, bu iki üçbucaq. Oxşardırsa uyğun uzunluqların nisbətini yazaq. Və bilirik ki, bura 3, bu 4 olduğuna görə AY-nin uzunluğu olacaq 5, Pifagor teoreminə görə. İndi oxşarlığa görə yazaq. Nə yazırıq? Burada alfa, betanın qarşısında duran 2x, bu üçbucaqdan başladıq. Buradakı betanın qarşısında duran 4-dür. Bölünsün 4 bərabərdir. Bu üçbucaqda 90 dərəcəli bucağın qarşısında duran bu hipotenuz 3 plus x, digər üçbucaqda isə AY-dir, yəni 5-dir. Buradan çarpaz vuruq, x-i tapaq. 10x bərabərdir 4 vurulsun 3 üstəgəl x. 10x bərabərdir 12 üstəgəl 4x. Ondan 4-ü çıxdıq. 6x bərabərdir 12-yə. X bərabərdir 2. X 2-dirsə burada yerinə yazsaq 3 üstəgəl 2 eləyəcək 5. O zaman tərəfinin birinin uzunluğu 4-dür, digəri də 5-dirsə S bərabərdir 4 vurulsun 5, yəni 20 olacaq. Ondan sonra keçirik digər suala. Bu 12 idi. İndi 13-cü sual. 13-ü də götürək, orada rahat-rahat. Geniş yerdə yazaq. 13. Necə yazırıq? Baxaq nə verir və nə soruşur. ABCD kvadratının daxilində elə K nöqtəsi götürülmüşdür ki, MK, AK və KD üçü də bir-birinə bərabərdir və üçünün də uzunluğu 10-a bərabərdir. Bu şəkildə. Və BM MC-yə bərabərdir. BM MC-yə bərabərdir. Biz bunu uzatsaq, bu şəkildə. Bərabər yanlı üçbucağın, bu oturacağı da AD, həm hündürlük olur, həm median olur, həm tənbölən olmuş olur. Yəni, mən bura x desəm, burada x-dir. Onda kvadratın tərəfi 2x olmuş olur. Və bura x olmuş olur. Kvadratın tərəfi 2x-dir. Bura bir mn-lə işarə eləsək. mn-in uzunluğu 2x-dir. mk 10-dursa, kn-ə yazırıq 2x çıxılsın 10. Və buradan Pifagor teoremini tətbiq edib biz x-i tapa bilərik. Necə olur? Katetlər x-dən 2x minus 10-dur. 2x çıxılsın 10-un kvadratı üstə gəl x-in kvadratı bərabərdir 10-un kvadratı. Mötərizəni açırıq. 4x kvadratı çıxılsın 2ab 20-dir. 40x üstə gəl 100 üstə gəl x kvadratı bərabərdir 100-ə. Bu 100-lər islah olur. Qalır burada 5x kvadratı çıxılsın 40x bərabərdir 0-a. 5x-i çıxartdım mötərizə xaricinə, x çıxılsın 8 bərabərdir 0-a. Və buradan ya x bərabərdir 0-a, ya da x çıxılsın 8 bərabərdir 0 deyib, x-i 8 götürürük. 0 ola bilməz tərəfin uzunluğu. X oldu 8. 8-dir, sonunda kvadratımızın tərəfi olur. 2x olduğuna görə 16. Kvadratın sahəsini istəyir. 16-nın kvadratı, yəni 256. Digər sual. 14-də eyni sualdır. Burada 10-dur, burada 15 verilib. Özünüz yaza bilərsiniz. 15. Yazırıq burada bir daha. Verilənləri üstündə qeyd edək. Demək, bura A, burada bir B yazsam, 2 vurulsun A üstə gəl B bərabərdir 40-a. Yəni A üstə gəl B bərabərdir 8-ə. Bu, üzr istəyirəm, 20-yə. 20-yə. İndi, bizə deyir ki, KC 12-dir, BK 9-dur. Ondan sonra KCD bucağı ilə KBC bucağı bərabərdir. Bura alfadırsa, burada alfadır. ABCD düzbucaqlısının sahəsini istəyir bizdən. Mən bura beta desəm, bu da beta olmuş olur. O zaman buradan bir hündürlük çəksək, bu 90 dərəcə, bu da 90 dərəcə.
bura beta olmuş olur, bura alfa olmuş olur. Və görürük ki, o zaman bura 90 olmuş olur. İndi bura 9, bura 12. Niyə 90 olur? Çünki alfa ilə betanın cəmi 90 dərəcədir. Bu 100%'dir. Bura 90'dırsa, bura alfadırsa, bura betadır. Bu 90'dırsa, bura betadırsa, bura alfadır. Alfa ilə betanın cəmi 90'dır. Və burada ikisinin də cəmi 90 oluyor. Bu da perpendikulyardır. Yəni bunlar da 90 dərəcə. İndi bura 9, bu 12 çıxıb Pifaqor teoreminə görə bura olacaq 15. Məsələn, buradan A üstə gəl 15 bərabərdir 20 yazıb A-nı tapırıq ki 5'dir. A 5 olduğuna görə S bərabərdir. 5 vurulsun 15, yəni 75 olacaq. Keçdik digər suala. Bu 15 idi. 16. BM 8'dir, MN 12'dir. BM AC perpendikulardır, DN də AC perpendikulardır. Düzbucaqlının sahəsini istəyir. Baxırıq ki, burada AC diagonaldır. AC diagonalı düzbucaqlını hər zaman iki kongruent üçbucağa bölür. Və düzbucaqlı üçbucağa bölür. Bu da düzbucaqlı üçbucaqdır. Bu 8'dirsə, bu da 8'dir. Mən bura bir x desəm AYM, NC də x olacaq. O zaman düzbucaqlı üçbucaqlı ipetonda çəkilmiş hündürlüyün xassəsindən istifadə edək. H kvadratı bərabərdir, MN düsturu deyirdik. İndi H 8'dir. 8'in kvadratı bərabərdir. X vurulsun. Bura 12 üstə gəl x. Bu şəkildə. O zaman 64 bərabərdir. 12x üstə gəl x kvadratı. Yəni x kvadratı üstə gəl 12x çıxılsın 64 bərabərdir 0-a. Vuruqları ayırma üsulunla yazsaq, x üstə gəl 16 və x çıxılsın 4 olmuş olur. Bərabərdir 0. Buradan da alırıq ki, x üstə gəl 16 bərabərdir 0-a, x bərabərdir mənfi 16-ya, x çıxılsın 4 bərabərdir 0-a, x bərabərdir 4-ə. Yəni, bunu diskriminantla da yaza bilərsiniz, yəni vietlə də yaza bilərsiniz. Daha qısa olsun deyə vuruqları ayırma elədim, tez qısa olsun deyə. Ona görə də belə olur. Və x bərabərdir 4, mənfi 16-nı götürmürük, uzunluq mənfi olmaz. O zaman bura 4'dürsə, burada 4'dür. Onda S bərabərdir, diagonal vurulsun, diagonala çəkilmiş hündürlük düsturundan istifadə edilir. Diagonalın uzunluğu 20'dir, hündürlüyü də 8'dir. O zaman eləyir 160. Digər sualımız, yəni 17. Baxırıq ki, eyni tip sualdır. Ona görə özünüz yazarsınız, artıq da ona bir şey demirəm. Keçdim 18'ə. 18'də YD kök altında 117'dir. Bura kök altında 117'dir. YF 9'dur. ABC'de düzbucaqlısa eyni sualdır əslində. Sadəcə birinci buranı tapırıq. Buranı tapmaqdan ötürü də bura bir H olaraq yazım. Pifaqor teoremindən istifadə edək. H kvadratı bərabərdir kök altında 117'nin kvadratı çıxılsın 9'un kvadratı. Yəni 117 çıxılsın 81. Bu da bərabər olur 36'ya. Onda H bərabər olur 6'ya. Demək ki, bura 6'dır. Bura da 6'dır. Eyni şeydir. Şimdi biraz əvvəl yazdığımızı təkrar yazaq. Bura x desəm, bu da x'tir. O zaman 6'nın kvadratı bərabərdir. X vurulsun 9 plus x. 9 plus x. Yəni 36 bərabərdir. 9x üstə gəl x kvadratı. X kvadratı üstə gəl 9x çıxılsın 36 bərabərdir 0-a. Bu da x üstə gəl 12, yenə vuruqları ayırma üsulundan x çıxılsın 3 bərabərdir 0-a. Buradan x bərabər olur 3-ə. Digəri mənfi 12'dir burada. Mənfi 12'ni götürmürük, 3'ü götürürük. Bura 3'dürsə, bu da 3'dür. O zaman S bərabərdir yenə diagonal və həmin diagonala çəkilmiş hündürlük. 3, 9, 3. 15 vurulsun 6 edəcək 90. 19. sual da eyni tip sualdır. Bura kök altında 108, bura 12, 108, bu da 12. Eyni prosesi davam edəcəksiniz və alınacaq. Təkrar sualdır deyə işləmirəm. 20. sual. 20. sualda yazıram buradan. Deyir ki, BAC 90'dır, aydındır. BK və BY bir-birinə bərabərdir. Yəni, bura mən A desəm, burada A'dır. Burada B desək, bu düzbucaqlının sahəsi 196'dır. AB parçasının uzunluğunu istəyir. Düzbucaqlının sahəsi deyəndə nə edirik? Tərəf vurulsun. Digər tərəf, bura A plus B'dir. Bərabərdir 196'ya. Bunu saxlayaq bir kənarda. Burada görürsünüz düzbucaqlı, üçbucaq var və hündürlük çəkilibdir ipetonuza. Hündürlüyün ayırdığı tərəflər var. Bilirik ki, bu katet
kvadratı bərabərdir. Katetin proyeksiyası A, vurusun hipotenuz A üstə gəl B-yə bərabərdir. Bu da verilib də hazır bizə 196 olduğuna görə o zaman x bərabər olur 14-ə. X edir 14. Ondan sonra keçdik digər suala. 21. Diagonalları arasındakı bucaq 30 dərəcə olan düz bucaqlanan perimetri 24-dür. Bunu da çəkdik. Bunu da çəkdim. Və bizə deyir ki, bura 30 dərəcədir. Perimetri 24. Bura A desək, bura B desək. Bilirik ki, 2 vurulsun A üstə gəl B bərabərdir 24-ə. Və A üstə gəl B bərabərdir 12-yə. Bu düzbucaqlının sahəsini bizdən istəyir. Tapaq indi. Birinci, sahə 1 bərabərdir S bərabərdir A vurulsun B-yə. Bir də diagonallarına görə götürsə, 2-də 1 D kvadratı vurulsun sinus. Bunlar arasında qalan bucaq, yəni 30 dərəcə. Bu da bərabərdir. Görürsünüz, diagonalın, daha doğrusu sinus 30 2-də 1 olduğuna görə, bir dənə də 2-də 1 burada var, eləcək 4-də 1 D kvadratı. İndi burada istifadə edib tapaq. Birinci, bunu kvadrata yüksəldək, bu şəkildə. A kvadratı üstə gəl B kvadratı üstə gəl 2AB bərabərdir 144-ə. İndi A kvadratı ilə B kvadratı D kvadratıdır. Üstə gəl 2 vurulsun AB-nin yerinə də bunu yazsaq 4-də 1 D kvadratı bərabər olur 144-ə. 2 ilə ixtisar getdi. Qalacaq D kvadratı üstə gəl 2-də 1 D kvadratı bərabərdir 144-ə. Bu da eləyəcək 2-də 3 D kvadratı bərabərdir 144-ə. Bizə də D kvadratı lazımdır da. 2-də 1 D kvadratı hətta. Hər tərəfi 3-ə ixtisar eləsək, D kvadratı bölünsün 2 bərabərdir 144-ü 3-ə bölsək 48. S bərabərdir 2-də 1 D kvadratı vurulsun sinus 30. Eyni. İndi bunu biz yerinə yazırıq 48. 48 vurulsun 2-də 1 bərabərdir 24 olacaq. 22-ci sual. Deyir ki, Y düzbucaqlıdır ABCD, YF perpendikulyardır AD və AF, AFD, B, AB də C'dirsə, verilənlərə uyğunluğu, yəni uyğunluğu müəyyən edilir verilənlərə görə. Baxaq, bir gedək. Birinci A 4-dür, B 6-dır, C 4-dür. Burada baxırıq ki, ABYF-in sahəsi var, FYCD-nin sahəsi var, ABCD-nin sahəsi var. Üçün də sahəsini hesablayaq. ABYF-in sahəsi birinciyə görə S bərabər 4 vurulsun 4, 16 eləyir. FYCD-nin sahəsi bura 4-dürsə, bu da 4 deməkdir. 4 vurulsun 6, 24 eləyir və bunların cəmi də bizə ümumi sahəni verir. Baxırıq, ABYF-in sahəsi 16 varmı? Var. 1-ə uyğun, buradan yazıram elə, 1-ə uyğun A. Sonra 24 olan FYCD varmı? O da var. B variantı da 1-ə uyğundur. ABCD-nin sahəsi 40 yoxdur. Bu hissəni keçdik. Keçirəm ikincisinə. Buranı sildik. Keçdik ikincisinə. Bu səfər A 6-dır. Bura qalmışdı. A 6-dır. B 8-dir. C 6-dır. İndi yenə ABYF-in sahəsi bura 36 olmuş olur. Sonra bu 6-dırsa 6 vurulsun 8 FYCD-nin sahəsi 48 olmuş olur. Ümumi sahədə 84. Hansı var baxırıq? 36 yoxdur, 48 yoxdur, 84 var ABCD-nin sahəsi. D variantına gəldi ikinciyə uyğun. Keçdik digər suala, yəni üçüncü mərhələyə. A 2-dir, B 10-dur, C də 2-dir bu səfər. C də 2-dirsə, indi bura 4-dür ümumi ABYF-in sahəsi. FYCD-nin sahəsi bu 2 olub, burada 10 olan da bura 20-dir. Və ümumi sahədə 4 ilə 20-ni topladıq, 24-dür ABCD-nin sahəsi. ABCD-nin sahəsi 24-dür, var burada. ABF-in sahəsi 4-dür, o da var. Demək ki, 1-ə AB, 2-yə D, 3-ə C, D uyğun oldu. Keçdik 23-cü suala. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Tərəfi 0,5 sm olan kvadrat formalı rəngli karton kağızlardan istifadə edilərək mozaika hazırlanmalıdır. Ölçüləri 25 və 30 sm düzbucaqlı mozaika hazırlamaq üçün neçə ədəd karton kağız lazımdır?
İndi burada nə edirik biz? Birinci, təsəvvür edin ki, belə bir düz bucaqlımız var. Onun ölçüləri bura 25, burada 30-dur və kiçik kvadratlardan istifadə edib mozaikalar düzəldirik bu şəkildə. Bunun sahəsini birinci taparıq düz bucaqların. S bərabərdir 25 vurulsun 30, yəni 750 eləyər. Ondan sonra da bu kiçik üçbucaqların kiçik kvadratların daha doğrusu tərəfi 0,5 isə sahəsi deyəcək S1 bərabərdir 0,5-in kvadratı, yəni %25 və ya 1/4 olaraq da deyə bilərik. İndi bizə bundan neçə dənə lazımdır? Ümumi sahəni bölərək bu kiçik kvadratların sahəsinə ki onu tapaq. Yəni 750-ni bölürük 0,25-i, yəni 1/4 bölmək bunu 4-ə vurmaq deməkdir. 3000 kvadrat kağız, o karton kağız lazımdır. 24 de bunun kimidir. Özünüz yazarsınız. Keçdim digər suala 25'e. Düz bucaqlının bir tərəfinin uzunluğu 7'dir. Sahəsi də 49 santimetrdən kiçikdir. Demək A bərabərdir 7, S kiçikdir 49'dan. Düz bucaqlının digər tərəfinin uzunluğu santimetrlərlə tam ədəddirsə mümkün qiymətlərini yazın. Yazaq. Demək AB olacaq sahəsi. Yəni 7B. Ve 7B kiçikdir 49'dan. Her tarafı 7'ye bölsək, B kiçikdir 7'den olmuş olur. Burada ne var? 1 var, 2 var, 3 var, 4 var, 5 var ve 6 var. 6 tam ədəd. Ondan sonra 26. Düz bucaqlının bir tərəfinin uzunluğu 6'dırsa eynidir. Eyni 25'dən eyni özünüz yazarsınız. Rombun iti bucağı 60 dərəcə, kiçik diagonalı 3 santimetrdir. Burada bir yer açıb romb çəkək. Rombun deyək ki, bu bizim rombumuz. Məsələn, iti bucağı 60 dərəcədir və kiçik diagonalını da çəkirəm. Yadda saxlayırıq. Əgər iti bucağı 60 dərəcədirsə, onda kiçik diagonalını çəkməklə burada həmişə bir dənə bərabər tərəfi üst bucaq əmələ gətiririk. Çünki bu 60 isə bərabər yanlı üst bucaqdır, təpə bucağı 60 isə oturacaq ki, bucaqlar da bərabərdir və burada alınır bərabər tərəfi üst bucaq. Kiçik diagonalı 3'tür. Rombun xarici oblasında olmaqla tərəfləri üzərində tərəfinin uzunluğu rombun tərəfinə kongruent kvadratlar qurulmuş. Kvadratların sayı. İndi demək bizə bu tərəf lazımdır. Bu 3'dürsə, burada 3'dür, burada 3'dür. İndi bu tərəfin üzərində qurulmuş kvadratın sahəsi tərəfi 3 olduğuna görə 9 edilir. Eyni şəkildə burada qurulmuş kvadratın sahəsi tərəfi 3 olduğuna görə 9 olacaq. Eyni isə burada olacaq və burada olacaq. 4'ünün sahələri cəmin istəyir. 4 vurulsun 9, o da bərabərdir 36 olacaq. Ondan sonra 28-ci sual. Kvadrat formalı lövhədən eni 20 cm olan düzbucaqlı hissə kəsildi. Lövhənin qalan hissəsi sahəsi 1500 olan düzbucaqlıdır. Kvadrat lövhənin sahəsini tapın. Deyək ki, bu kvadrat lövhədir. Və buradan eni 25 cm, 20 cm olan düzbucaqlı kəsdik. Bura 20'dir. Bura x desək, bu kvadrat olduğuna görə tərəfi olur 20 plus x və bütün tərəflər olur 20 plus x. Bura 20'dir, bura x-dir, burada olur 20 plus x. İndi bir daha oxuyuram. Kvadrat formalı lövhədən eni 20 cm düzbucaqlı hissə kəsildi. Bu kəsildi. Lövhənin qalan hissəsi bura S bərabərdir 1500 olarsa, kvadrat lövhəsinin sahəsi tapıb. Ümumi sahə. Biz x-i tapaq da buradan bilirik ki, düzbucaqlının sahəsi tərəflərin uzunluğudur. Yəni x vurulsun 20 üstə gəl x bərabərdir 1500 olmuş olur. İndi bunu yazaq. Burada əslində görünür ki, x bərabərdir 30'a. Mən yenə də yazım. Burada alınacaq x kvadratı üstə gəl 20x çıxılsın 1500 bərabərdir 0'a. Viyyətdən istifadə edib yaza bilərik. Kökləri cəmi mənfi 20'dir. Kökləri hasili mənfi 1500'dür. Demək ki, biri 30'dur, biri də mənfi 50'dir. 30 və mənfi 50. Bizə 30 olan lazımdır. Bu olur 30. Onda kvadratın tərəfi eləyir 50. Və kvadrat lövhənin sahəsini istəyirsə, S bərabərdir 50'nin kvadratı. Bu da 2500. 29 yeni tip sualdır. Görürsünüz, lövhədən eni 30 cm düzbucaq. Bu səfər eni 30 olan düzbucaqlı kəsilibdir. Özünüz yazarsınız. 30. Şəkildə düzbucaqlı üçbucağın tərəfləri üzərində şəkildəki kimi kvadratlar qurulmuşdur.
Birinci və ikinci kvadratın sahələri fərqi 25 olarsa, gəlin belə bir şey deyək. Bura A yazaq, bura B yazaq, burada C olsun. Düzbucaqlı üçbucağın kateti və hipotenuzu. İndi birincinin sahəsi C kvadratıdır. İkincinin sahəsi A kvadratıdır. Üçüncünün sahəsi isə B kvadratıdır. İndi bizə deyir ki, birinci və ikinci kvadratların sahələri fərqi 25-dir. Yəni, birincinin sahəsi çıxılsın, ikincinin sahəsi bərabərdir 25. Üçüncü kvadratın perimetrini tapın. Tapaq indi. Demək, C kvadratı çıxılsın, A kvadratı bərabərdir 25 verir. Və biz bilirik ki, Pifaqor teoreminə görə, buradakı üçbucağa görə tətbiq edəsək, A kvadratı üstə gəl B kvadratı bərabərdir C kvadratı olmuş olur. Və C kvadratı çıxılsın, A kvadratı əslində bizə B kvadratını verir, bərabərdir 25. Və B bərabərdir 5 olmuş olur. B 5-dirsə, onda bizə üçüncü kvadratın perimetrini istəyir. Tərəfi 5 olan kvadratın perimetri. 4 vurulsun 5, bu da edəcək 20. 31 də eyni formadadır. Bu sefer 7 eləyir. Perimetri də deyəcək. 4'ü vuruq 7, 28. Şifahi sualdır. 32. ABC üçbucağının AB, AC və BC tərəfinin üstündə də qurulubdur. Bizə deyir ki, AB və AC tərəflər üzərində şəkildə kimi sahələr uyğun olur. 36 və 100'dür. Yəni, AB-nin üstündə qurulanın sahəsi 100'dür, 36'dırsa, onda AB-nin tərəfi olur 6. AB tərəfinin uzunluğu. Sonra da AC tərəfi üzərində qurulmuş kvadratın sahəsi 100'dürsə, onda burada olur 10. Bura 6'dır. BC tərəfinin tam ədəd olduğunu bilərək, onun üzərində qurulmuş kvadratın sahəsinin ən böyük qiymətini kvadrat santimetrlə tapın. Aha. Üçbucaq alınıb burada. Bilirik ki, bura biz x desək, x hər zaman kiçikdir 10 plus 6'dan, böyükdür 10 çıxılsın 6'dan. Üçbucaq bərabərsizliyi. X böyükdür 4'dən, kiçikdir 16'dan. Bizə nə deyir? BC tərəfinin tam ədəd olduğunu bilərək, onun üzərində qurulmuş kvadratın sayəsinin ən böyük qiymətini tapın. Tam ədəd olduğun üçün, bu x-in uzunluğu qiyməti tam ədəddir. Və burada onda x-in ala biləcəyi ən böyük tam ədəd 15'dir. O zaman bu kvadratın sahəsi də x kvadratı, yəni tərəfin kvadratı olduğuna görə 225 olacaq. Keçdik digər sual. Bu da eyni bunun kimidir. Görürsünüz, burada 36 100'dür, 33'te də 25 64'dür. Eyni sualdır da onu yazarsınız özünüz. Gəldik indi üçbucağın sahəsinə, digər bölmə. Düzbucaqlı üçbucaq, birinci sual. Düzbucaqlı üçbucağın xaricində çəkilmiş çevrənin radiusu 5'dir. Betonda çəkilmiş hündürlüyü isə 3'dür. Bu üçbucağın sahəsini tapın. İndi bilirik ki, düzbucaqlı üçbucağın xaricində çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir və bu 5'dirsə, onda hipotenuzu eləyir 10. Hipotenuzun çəkilmiş hündürlük də HC 3'dürsə, onda S bərabərdir 2'də 1 CHC düsturundan istifadə edib yaza bilərik. 3 vurulsun 10 bölünsün 2, bu da eləyəcək 15. Sonra ikinci sual. Sahəsi 216 olan düzbucaqlı üçbucağın bu səfər daxilinə çevrə çəkilibdir. Toxunma nöqtələri hipotenuzun 2-3 nisbətində böldüyünü bilərək. Burada belə bir qayda var. Əgər düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə və bu çevrə hipotenuzun hansı hissədə bölür, onu biliriksə o parçaları, o hissələrin uzunluqları hasili bizə verir bu düzbucaqlı üçbucağın sahəsini. Məsələn, belə bir şey çəkirəm mən burada. Tutaq ki, bu düzbucaqlı üçbucağımızdır. Bu da daxil çəkilmiş çevrə. Bilirik ki, bura M, burada N'dir. O zaman S bərabər elə MN yazsaq bəs eləyir. Belə bir düsturumuz var. Yəni bizə deyir ki, sahəsi 216'dır. MN bərabərdir 216'ya. Və toxunma nöqtəsində hipotenuz 2-3 nisbətində bölünür. Tutaq ki, kiçik tərəf buranı deyək. Bura 2K'dır, burada 3K'dır. O zaman indi yerinə yazırıq. Vurulsun 2K bərabərdir 216'ya. 6K kvadratı bərabərdir 216'ya. K kvadratı bərabərdir 36 və K bərabərdir 6. 6'dırsa bizdən hipotenuzun uzunluğunu istəyir. Eləyib 5K. 5 vurulsun 6, bu da eləyəcək 30. Üçüncü sual. M nöqtəsi ABC üçbucağının BC tərəfində orta nöqtədir. Əgər orta nöqtədirsə, yəni bu mediandır. Median üçbucağın sahəsini bərabər bölür. AMB-nin sahəsinin ABC-nin sahəsinin nisbəti 2'də 1'dir.
bura S, burada S-dirsə, S bölünsün 2S kimi düşünürük. S-lər ixtisar gedir, qalır 2-də 1. Dördüncü sual. YD orta xəttdir. ABC 20-dirsə, AYD üçbucağın sahəsini tapın. Bilirik ki, üçbucaqda bir orta xətt çəksək, bu orta xəttin ayırdığı üçbucağın sahəsi ilə yerdə qalan bu trapesiyanın sahəsi 3-1 nisbətində bölünür. Yəni, ümumi sahə 4S-dir. Və 4S 20-dirsə, S bərabərdir 5-ə. Yəni, bu üçbucağın sahəsi ümumi sahənin 4də 1-dir. Bura 5-dir. Və bu orta nöqtə olduğuna görə biz ABD üçbucağında baxsaq ki, YD mediandır. Median sahəni bərabər bölür. Bu 5-dirsə, bu da 5-dir. Sonra eynisi 5-ci sualda var, görürsünüz. Bu səfər tərsinə veribdir. AYD-nin sahəsi 3-dür, ABC-nin sahəsini istəyir. Bura 3-dürsə, biraz əvvəl dediyimiz qaydaya uyğun. Burada Y nöqtəsi orta nöqtədir, bu olur median, ABD-də median 3-dürsə, bu da 3-dür və bu 3-ü biz vururuq 4-ə, 12. Yəni, orta xəttin əmələ gətirdiyi üçbucağın, balaca üçbucağın sahəsi böyük üçbucağın sahəsinin 4də 1-idir. Sonra 6-cı sual. Bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu 3 dəfə artarsa, sahəsi necə dəyişər? S bərabərdir. Bərabər yanlı üçbucaqda C kvadratı dönsün 4 düsturundan hesablamaq mümkündür. C burada hipotenuzdur. Hipotenuz 3 dəfə artanda sahə 9 dəfə artır. Kvadratı qədər fərq edir. Ondan sonra 7. Bərabər yanlı üçbucağın oturacağı 4 cm, sahəsi isə 8 kök 6-dır. Üçbucağın yan tərəfini istəyir bizdən. Belə bir üçbucaq çəksək, buradan da bir dənə hündürlük çəkirəm. Oturacaq 4-dürsə, hündürlük həm median, həm də təmburan olduğuna görə yarıya bölür. Bura H deyək. İndi bilirik ki, üçbucağın sahəsi S bərabərdir 2-də 1 AH. Yəni 2-də 1 vurulsun 4 vurulsun H və bu bərabərdir 8 kök 6-ya. 4 ilə 8-i ixtisarladık, burada qaldı 2. H bərabərdir 4 kök 6 olmuş olur. H-ı tapdayın. Üçbucağın yan tərəfi dediyinə görə aynen işarə eləsə, Pifagor teoremi tətbiq edir. A kvadratı bərabərdir H kvadratı plus 2-nin kvadratı. Yəni 4 kök 6-nın kvadratı 16 vurulsun 6 üstə gəl 4 bu deyəcək 100. Yəni A bərabərdir 10-a. Bura 10-dursa, bu da 10-dur. Burada 4-dür. İndi bizdən nə soruyor? Yan tərəfə soruşduğuna görə onu götürürük. 8. Eyni sualdır. Eyni tip sualdır. Burada oturacağı veribdir. Burada da hündürlüyü veribdir. Tapaq yaxşı yazın bunu da. Sahəsi 4 kök 15 olan bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü bu səfər 2-dir. Bura biz A desək ümumi. Bunda bilirik ki 2 vurulsun A bölünsün 2-də 1 sahədir bu. 2-də 1 AH. Bərabər olub 4 kök 15-ə. İxtisar getdi. A bərabər oldu 4 kök 15. İndi A 4 kök 15-dirsə, onda bu hündürlük həm median, həm də təmburan olduğuna görə yarıya bölür. 2 kök 15, 2 kök 15 olaraq bölünür 2 hissəyə. İndi bura biz bu B desək, Pifagor teoremi tətbiq edək. B kvadratı bərabərdir. 2 kök 15-in kvadratı üstə gəl 2-nin kvadratı. Yəni bu edir 60, bu da 4, elə də 64. Bunda B bərabər olur 8-ə. B 8-dirsə bizdən yan tərəfini istəyirdi 8 cm. 9. ABC üçbucağında AB 10-dur. AC 12-dir. Bu uzaqda 30 dərəcədirsə, iki tərəf arasında qalan bucağın sinus hasilinin yarısına bərabərdir deyirik. 10 vurulsun 12 vurulsun sinus 30 bərabərdir. Sinus 30 da 2-də 1-dir. 12 ilə bu 2-də 1-ləri ixtisar eləsək, yazın bir daha. 2 vurulsun 10 vurulsun 12 vurulsun 2-də 1. Bu da eləyəcək 30. Yəni 120 bölünsün 4-dən azdan belə düşünün. 10-cu sual. AB 20-dir, AC 6-dır, uzaqdır. Eyni düsturdur. 2-də 1 AB sinus alfa, 6 vurulsun 20 vurulsun sinus yenə 30 bərabərdir. 120 yenə bölürük 30-a, daha doğrusu 4-ə düşəcək 30. Yenə sahə 30 oldu. 11-ci sual. Sahəsi 216 katetlərin nisbəti 3-4 olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Düzbucaqlı üçbucağın sahə düsturu 2-də 1 AB. Bu da katetlərdir. Yəni 2-də 1. Katetlər də 3-4 nisbətindədirsə biri 3K-dır, biri 4K-dır. 3K vurulsun 4K bərabərdir və bizə sahəni verib 216-dır. İndi
Bu 4 ilə 2-nin birini ixtisar eləsəm, qalacaq 6k kvadratı bərabərdir 216-ya. K kvadratı bərabərdir 216-nın 6-ya bölündə 36 edir. K bərabərdir 6 olmuş olur. Əgər katetlər 3, 4 nisbətindəsə, hipotenuz da 5 nisbətindədir. Yəni ümumi tərəflər 3, 4, 5 nisbətində olur. Və bura 3k, bura 4k-dırsa, burada 5k-dır. Və 5 vurulsun 6 tərəfi də eləyəcək 30. Ondan sonra 12. 12-də deyir ki, AD və BC parçaları düzbucaqlının diaqonalın o nöqtəsində o kəsmə nöqtəsində keçir. Keçirsə, burada bu üçbucaqla, o yuxarıda iştirilənmiş hissədə olan bu üçbucaqla aşağıdakı bu boş hissədə olan üçbucaq konkurentdir. Elə təsəvvür edin ki, belə bir şey eləsək, buranı silib, buranı rəngləsək, onda nə alınır? Onda görürsünüz, düzbucaqlının diaqonalları kəsişir və kəsişmə nöqtəsində 1, 2, 3, 4 dənə üçbucaq. Bura artıq boşdur. 4 üçbucaqdan biri boşdur. Hamısında sahəsi bir-birinə bərabərdirsə, S, S, S-dirsə, 3S olmuş olur və ümumi sahənin 4də biridir bu. 4də biridirsə, bunların hər birisi. Onda bizə nə qalır? Yəni, bu iştirilənmiş hissə 4də 3S olmuş olur. Biri də qalıb, iştirilənməmiş hissə, o da kənarda qalan hissə 4də 1-dir. İndi bizə deyir ki, iştirilənmiş hissənin sahəsinin düzbucaqlının sahəsinə nisbətini tapın. 3S-dir və ümumi sahədə 4S-dir. S-lər ixtisar gedir, qalır 4də 3. Cavab budur. 13. Eyni qayda ilə, burada da həmən şeydir, diaqonalların kəsim nöqtəsindən keçən düz xətt parçalarıdır. Buranı silib təsəvvür edin ki, buranı rənglədik. Onda burada diaqonalların kəsişməsindən alınan bir üçbucaq var. Bu S ümumi sahədə 4S-dir. Bunlar ixtisar gedir, qalır 4də 1. Yəni ümumi sahənin 4də 1-ini təşkil edir o. Bir bucağı 30 dərəcə olan düzbucaq təpəsindən çəkilmiş hündürlüyü 30 sm olan düzbucağın sahəsini tapın. Düzbucaqlı üçbucaq verilib bizə. Bir bucağı da 30-dur. Onda avtomatik digər bucaqları da təyin edə bilirik. Biri 30-dursa, biri 60-dır, biri də 90-dır. Bura 30 deyək, bura 60 deyək. İndi düz bucaq təpəsindən çəkilmiş hündürlüyü isə 3-dür. Bura 3-dür. Düzbucağın sahəsini tapın deyir. Tapa bilmir. Bu 3-dürsə, bu 60, bura 90, bura olur 30. Bir cürbəcür üsullarla tapa bilərik. Sadəcə indi bunu belə gedirəm. Demək, 60-ın qabağındakı 3-dürsə, 30-un qabağındakı 3 bölünsün kök 3. Bu da eləyir kök 3. Onu 90-ın qabağındakı eləyir 2 kök 3. 30-un qarşısındakı 2 hissədir. Sonra 30-un qarşısındakı 2 kök 3-dürsə, böyük bucaqdan danışıram. 30-un qarşısındakı 2 kök 3-dürsə və ya belə baxaq, bu üçbucağa baxaq. Buradan baxaq. 30-un qabağındakı 3-dürsə, 90-ın qabağındakı nədir? 3-ün 2 misli 6. Məsələn, indi bizə bax, bu düzbucağın sahəsi lazımdır. Böyüyün. 2də 1 AB, yəni 2 kök 3 vurulsun 6. 2-lər ixtisar getdi, qaldı 6 kök 3. Cavab A-bəndir. Sonra bir bucağı 60 dərəcə olan düz bucaq təpəsindən çəkilmiş hündürlüyü də 9 alan. Eyni bu tip sualda sadəcə bucağı 60 olaraq veribdir. Yəni nə fərqi var? Bura 60-dırsa, bura 30-dur. Yenə eyni şeydən gedirik. Buradan bir dənə hündürlük çəkirik və hündürlük 9-dur. Hündürlük 9-sa, 30-un qabağındakı 9-dursa, və buradakı kiçik düz bucağa baxın. 90-ın qarşısındakı 18-dir. İndi böyük bucaqda, yenə bu bucaqda baxaq. 60-ın qabağındakı 18-dirsə, bura 30-dur. 30-un qabağındakı, daha doğrusu 60-ın qabağındakı 9-dur, üzr istəyirəm. 30-un qabağındakı 9 bölünsün kök 3 olur. Onu da kök 3-ə vuranda surətin məxrəci. Məxrəcdə 3 qalır. 9-dan ixtisar gedir, qalır 3 kök 3. İndi nəyi tapdıq? Biz bu tərəfi tapdıq. 30-un qabağındakı 3 kök 3 isə 90-ın qarşısındakı nədir? 6 kök 3. İndi bizdən nə istəyir? Düzbucağın sahəsi. S bərabərdir 2də 1, 6 kök 3 vurulsun 18. Bu da eləyəcək 54 kök 3. D-bəndi. Keçdik digər suala. 16. ABC üçbucağında BM və CN medianlardır. ABC'nin sahəsi 150-dirsə, iştirilənmiş hissənin sahəsini tapın. Tapaq. Gəlin, belə bir digər üçüncü medianını çəkirəm. Və görürsünüz, burada nələr alındı? Bu 3 dənə median çəkmişik. Burada neçə dənə üçbucaq var indi? 1, bu medianlardır. Belə çəkim.
1, 2, 3, 4, 5, 6 dənə üçbucaq var. Və hər birinin sahəsi ümumi üçbucağın sahəsinin 6'da 1'nə bərabərdir. Yəni, yazıram bura S, 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 bu da S. S bərabərdir. Üçbucağın sahəsi 150 bölünsün 6 edir mi? 25. Şimdi bizdə də ki, iştiqləmişik. Neçə dənə S var? 1, 2, 3, 4 dənə S'imiz var. 4S, bu da bərabər olacaq 100'ə. 17. Bərabər yanlı üçbucağın oturacağı 12, yan tərəfə isə oturacağı çəkilmiş hündürlüklərdən yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdən 2 cm böyükdür. Çəkirəm buradan bir dənə üçbucaq. Hatta bərabər yanlı üçbucaq. Onu da buradan çəkeyim. Bu da bərabər yanlı üçbucağımız. Bərabər yanlı üçbucağın oturacağı 12 cm-dir. Yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdən. Oturacağı bir dənə hündürlük çəkək. Çəkdik. Bu da oldu oturacağı çəkilmiş hündürlük. İndi oturacağı 12-dirsə 6 olaraq bölünür avtomatik. Çünki bərabər yanlıdır. Yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdən 2 cm böyük. Bura x-dirsə bura olacaq x üstəgəl 2, x üstəgəl 2. Buradan biz Pifagor teoremi tətbiq edib x-i tapa bilərik. Necə? X üstəgəl 2-nin kvadratı üstəgəl 6-nın kvadratı bərabər, çıxılsın 6-nın kvadratı bərabərdir x kvadratına. Yəni burada indi açsaq x kvadratı üstəgəl 4x üstəgəl 4 çıxılsın 36 çıxılsın x kvadratı bərabərdir 0-a. X kvadratları islah olur. 4x 4'dən 36 32 bərabərdir 32. X bərabərdir 32-ni 4'ə böldük 8'ə. Bu 8-dirsə bizdən də üçbucağın sahəsini istəyir. S bərabərdir 2'də 1 AH. Yəni 2'də 1 12 vurulsun 8. Bu da eləyir 48. Sahəmiz oldu 48 kvadrat santimetr. 18-ci sual. Düzbucaqlı, üçbucaqlı ipetonza endirilmiş hündürlük ipetonza uzunluqları 4-9 olan iki parçaya ayırır. Üçbucağın sayısını tapın. Tapaq. Tutaq ki, budur düzbucaqlı üçbucağımız. İpetonuza da endirdiyimiz hündürlük 4 və 9 olmaqla iki hissəyə ayırır. Burada H yazsaq, buranı MN ilə işarə edəndə belə bir düsturumuz var idi. İpetonuza endirilmiş hündürlüyün ipetonuzdan ayırdığı parçalara görə. H kvadratı bərabərdir MN, yəni H kvadratı bərabərdir 4 vurulsun 9. H bərabərdir, bu 36 edir, ondan kök aldıq 6. O zaman S bərabərdir 2'də 1 AH düstur, yəni 6 vurulsun, oturacaq dediyimiz betonuzdur, bu da 13. Eləyəcək, 6 ilə 2'ni ixtisarlədik 3, 39. 19-cu sual. ABC üçbucağında BM-in MC-yə nisbəti 3-ün 4'ə nisbətidir. Bura biz 3K, burada 4K yazırıq. Və ABC də 84 də HABM nə qədərdir? Ümumiyyətlə, bunu yadda saxlayın ki, üçbucağın təpə nöqtəsindən qarşı tərəfə çəkilmiş parça, üçbucağın bu qarşı tərəfini hansı nisbətdə bölürsə, bu sahələr də o nisbətdə bölünəcək. Yəni, S1-in S2-yə nisbəti də 3-ün 4'ə nisbəti olmuş olur. O zaman 84'ü bölürük 7'yə, bunların nisbətinə də 3K, 4K dediyimiz. 84 bölünsün 7, eləyəcək 12. Bu 12'ni 3'ə vururuq, bizə verəcək S1'i, yəni 3 vurulsun 12, 36. Həmin bu 12'ni 4'ə vururuq, verəcək 48, bu sahəni. AMC üçbucağının sahəsini, S2. Bizdən də ABM-i soruşur deyə 36 olaraq götürürük. 20-ci sual. Dairə daxilində çəkilmiş bərabər tərəfli üçbucağın sahəsi 9 kök 3'dür. Dairə və bunun daxilində üçbucaq varsa, elə təsəvvür edin ki, bunu belə oxuyaq. Üçbucağın xaricində çəkilmiş çevrənin radiusu lazımdır bizə. Sahəsi var. A kvadratı kök 3 bölünsün 4 ilə. Biz A-nı tapıb, sonra da R-i tapa bilərik. Əslində radiusdan da düsturu var. Onunla da yaza bilərik. Amma burada düsturu təkrarlamış olaq. R bərabərdir. A kök 3 bölünsün 3. Yəni, A burada 6'dır. 6 kök 3 bölünsün 3 yazsaq, 6 ilə 3 ixtisarladı 2 kök 3. Demək ki, radiusumuz 2 kök 3'dür. Və bu dairənin bu səfər deyir ki, daxilində çəkilmiş kvadratın sahəsini tapın. Tutaq ki, kvadrat çəkdik. Bu kvadratın diaqonalı bu dairənin diametridir həm də. Yəni, D bərabərdir bunun 2 misli. 4 kök 3.
İndi bizə də lazımdır bu kvadratın sahəsi s bərabərdir 2-də 1 d kvadratı düsturundan istifadə edək. 2-də 1 4 kök 3-ün kvadratı, yəni 2-də 1 16 vurulsun 3. 2-yə ixtisarlədik 8-də 3-ə vurduq 24. Cavab edir 24. Keçdik 21-ci suala. 21. Bizə deyir ki, AB üstündə yazıram onun 4-dür, AD 6-dır. BAC və DAC bucaqları bərabərdir. Bunlar konkurentdir. İndi SADC ADC üçbucağının SABC üçbucağına nisbətini tapın. Tapaq. Bura bir dənə bir A tərəfi yazıram. AC-yə bir dənə A ilə işarə edirəm. İndi SABC bərabərdir. 2-də 1 A vurulsun, 4 vurulsun, sinus. Burada alfa bucağı deyək. Alfa. Sonra da SADC bərabərdir. Bu səfər 2-də 1 yenə A vurulsun, 6 vurulsun, sinus alfa. İndi bunların nisbəti lazımdır bizə. ADC bölünsün ABC. Yəni 2-də 1 A vurulsun, 6 vurulsun, sinus alfa. 2-də 1 A vurulsun, 4 vurulsun, sinus alfaya nisbəti. 2-də 1 A'lar getdi, sinus alfalar da getdi. Qaldı 6 bölünsün 4. O da 1,5 edəcək. Ondan sonra ABC üçbucağında ACB bura 135'dir. O zaman bura 45'dir. AC 6'dır. BD 2'dir. Hündürlük demek bu perpendikulardır. Bizden ABD üçbucağın sahəsini istəyir. İndi bura 135'dirsə, demek ki bura 45, bu da 45'dir. Və burada bərabər yanlı düzbucağı üçbucağı əmələ gəlir. Bu 2'dirsə bu da 2'dir. İndi ABD'nin sahəsini hesablayaq. S bərabərdir. Katetlərdə biri 2'dir, bir də 8'dir. 2'də 1, 2 vurulsun 8. Bu da edəcək 8. Ondan sonra 23. Düzbucaqlı ABC üçbucağında B bu düzbucaq təpəsindən BK medianın. Median çəkilirsə hipotenuza medianın yarısına bərabərdir. Və burada 30 dərəcədir deyir. AB 4'dür. BCK üçbucağının sahəsini tapın. Tapaq. Əgər bu 4'dürsə, 30 dərəcəlik bucaq qarşısında duran katet 4'dürsə, o zaman hipotenuz olur 8. Hipotenuz 8 ise bura ümumiyeti, onda bura olur 4, bu da olur 4 və bu da olur 4. Burada da belə bir dənə üçbucaq əmələ gəlir. 4, 4, bura 120 olur. Niyə? Çünki bura 30'dur. Bu da 30'dur. Bərabər yanlı üçbucaq. Təpə bucağı 120 dərəcə olan bərabər yanlı üçbucağın A kök 3 olan da tərəfi S bərabərdir. Bərabər üçbucağın sahəsinə uyğun bir düstur var. A kvadrat kök 3 bölünsün 4. Buradakı A yan tərəfin uzunluğu oldu. Yəni S bərabərdir. 4'ün kvadrat vurulsun kök 3 bölünsün 4. Bu da eləcə 4 kök 3. Bu şəkildə. Sonra 24. İti bucaqlarından birinin tangensi 2,4 olan düzbucaqlı üçbucağın sahəsi 120'dir. Bizə bunu niyə verir? Tangens alfa bilirik ki, qarşı katet bölünsün bitişik katetdir. İndi buranı götürək biz beta olaraq, çünki 2,4 birdən böyüksə, demək qarşı katet daha uzundur. Bura B deyək, bura A deyək. Tangens beta bərabərdir B bölünsün A və o da bərabərdir 2,4. 2,4'ü gəlin belə yazaq. 10'da 24 veya 5'te 12 bu şekilde. Ve düzbucaqlı üçbucağın sahəsi də 120'dir. Yəni S bərabərdir 2'də 1 AB, o da bərabərdir 120'yə. Hipotenuzu bizdən istəyir. Burada nə edirik biz? Görürsünüz nisbət verib də B bərabərdir 12K, A bərabərdir 5K deyib, gətirib bunu sahə düsturunda yerinə yazaq. 2'də 1 AB 120'dirsə, AB 240'dır bilirik ki. Yerinə yazaq indi. 12K vurulsun 5K bərabərdir 240'a. 5'i 12'ye vurduq 60. 240 60'a bölünür. K kvadrat bərabərdir olur 4'ə. K bərabər olur 2'yə. O zaman K 2'dirsə, demək ki bu üçbucağımızın tərəfləri B 12K idi, 2'yə vurduq 24. A 5K'dır, 2'yə vurduq 10, 5'i 2'yə vurduq. Burada Pifagor teoremidir. 12, 5, 13 üçbucağı olacaq. Burada 13K olur avtomatik. Pifagor teoremindən çıxır. 5K kvadratı ilə 12K kvadratını toplayanda bizə verir 13K kvadratını. İndi 13'ü də 2'yə vurduq, 26 eləyəcək. Yəni hipotenuz olur 26. Ondan sonra 25. ABC üçbucağında Y nöqtəsi AC tərəfini
Yəni çəkək, buradan da yeri yoxdur. Yəni üçbucaq. Çəkdik. ABC üçbucağında bura yazıram A, B, C. Y nöqtəsi AC tərəfini, K nöqtəsi isə BC tərəfinin ortasıdır. Aha, bu. Bunu birləşdirdik. Bura Y-dir, burada K-dır. Yəni orta xətt. BYK, bunu da birləşdiririk indi. Bu BYK üçbucağının sahəsi, bu belə bir üçbucağımız oldu. ABC üçbucağının sahəsinin nisbətən bizdən istəyir, tapaq indi. İndi bu üçbucaq, bu orta nöqtədir. Mən bura S desəm, demək ki, bu BYC üçbucağının YK medianı rolunu oynamış olur. Çünki yarıya bölür. Bura S desə, burada S-dir. Çünki median sahəni yarıya bölür. Bu bir. İkincisi, indi üçbucağa böyük üçbucaq olaraq baxaq. ABC üçbucağında bu səfər belə baxırıq. BY mediandır. Çünki Y orta nöqtədir. BY mediandırsa ABC üçbucağı da yarıya bölür. Bura ümumilikdə 2S-dirsə, burada 2S-dir. Onda SABC bərabər olur 2S, S desək 4S. Bizdən nə istəyir? İndi BYK üçbucağının sahəsi S bölünsün ABC üçbucağının sahəsi, yəni 4S. S-lər ixtisar getdi, qaldı 1 bölünsün 4. Yəni Y-ləndir. Sonra 26-cı suala baxırıq. 26-da deyir ki, C1 düz xətti AB parçasına paraleldir olsun. AB 3-dür, SABC 6-dır, C1 B-ni bizdən istəyir. İndi, və bunlar da perpendikulyardır. Bu perpendikulyardırsa, bu körbucaqlı üçbucaqdır. Görürsünüz, ABC üçbucağı körbucaqlı üçbucaqdır. İndi biz buradan C təpəsindən AB tərəfinə hündürlük çəkib sahəni elə hesablamaq istəyirəm. Onun üçün nə edirdik biz? AB tərəfini uzadırdıq və bu uzantıya hündürlük çəkirdik və bu olur H. İndi S bərabərdir 2-də 1, 3 vurulsun H və olubdur bu 6. O zaman 3-dən 6-nı ixtisarlayanda H bərabər olur 4-ə. Bu 4. Bu 4-dürsə və bunlar da paraleldir. Bu perpendikulyar, bu perpendikulyarsa BC1 ilə C, bura nə bilim bir K yazaq. K bir-birinə bərabərdir. Bu 4-dürsə, burada 4-dür. Yəni BC1 4-ə bərabərdir. 27 eyni tip sualdır. Artıq bunu da özünüz yazarsınız. 28. Deyir ki, MN parçası ABC üçbucağının orta xəttidir. MON-in MBN-ə nisbətini tapın. Tapaq. Gəlin, bunu mən biraz daha böyük bir şəkildə çəkim. Orada ətraflı izah edəcəm. Nisbətlərlə. O da üçbucağımız. Aha. Sonra 2 dənə median çəkilir. Biri A-dan, biri də C-dən çəkdik. Sonra da bunları da belə birləşdirib eləmişik orta xəttində. Çünki mediandırsa, bunlar orta xətdirsə, demək tərəflərin ortasıdır. Və buradan A, M, B, N, C və O. MN orta xəttdir, AN və CM də mediandır. İndi, medianların kəsişmə nöqtəsidir. Bu ağırlıq mərkəzi. Bilirik ki, üçbucağın medianları kəsişir. Kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Bura K-dırsa, bura 2K-dır. Bura N-dirsə, bura 2N-dir. İndi, mən bura bir S yazsam. Baxın, bu üçbucağa baxıram. A, M, N üçbucağına baxıram. Bura S yazsam və görürük ki, MO bu tərəfi AN-i 2-1 nisbətində bölüb. O zaman bu S-dirsə, bura olur 2S. Ondan sonra eynisini bu bir üçbucağı üçün baxsaq, buradan baxıram. Baxın. M, N, S üçbuzağıdır. Eyni qayda ilə görürsünüz. Bu xətt tərəfi 2-1 nisbətində bölübsə, bu S-dirsə, burada 2S-dir. Ondan sonra bir də indi bu üçbucağa baxaq. Rəngini dəyişdirim. AMS üçbuzağına baxaq. AMS üçbuzağında görürsünüz, bu xətt yenə MC-ni 1-2 nisbətində bölüb. 2-1 nisbət. Bura 2S-dirsə, o zaman bura 4S-dir. İndi buranı bir ümumi hesablayaq. 2S, 4S, 6S, bu da 3S, 9S. AMN, C 9S oldu. 9S-dirsə, bura olur onun 3də 1-i, 3S. Çünki orta xətt, baxın,
bura S-dirsə, bura 3S. Orta xətt çəkiləndə burada alınan üçbucağın sahəsi ilə böyük üçbucağın sahəsi arasında nisbət 4:1-dir. Yəni buradakı trapeziyanın üçbucağın sahəsi 3:1 nisbətdədir. Bu formada olmuş olur. Və ya bunu belə də düşünə bilərik. Bu formada da indi baxın, heç o tutaq ki, onu bilmirəm. Onu da necə edirik? Baxın, belə bir dənə bu sarı rəngdə buranı işarələyirəm. MBS üçbucağında bu səfər bu mediandır. Burada 3S-dirsə, bu da avtomatik 3S olacaq. İndi biz hamısını hesabladıq. İndi gəlin, nisbəti yazaq. Nə deyir? MON üçbucağı, yəni S bölünsün. MBN üçbucağı, MBN üçbucağı da 3S. S-lər eynidir. İxtisar 7 qaldı 3:1. 3:1 nisbətdə. Bu səfər baxın, bura 29-da da eyni şəkildir, silmirəm, eyni şəkildir. Bizə deyir ki, MON üçbucağının ABC üçbucağının nisbəti. MON-in sahəsi S-dir. 29-un cavabını yazıram bu səfər. S bölünsün. ABC-nin sahəsi hesablayaq. 3S, S burada 4S, 2 də burada 6, 6 da buradadır, 12S. S-lər yenə ixtisar 7, qaldı 12:1. Sonra keçdik 30-cu suala. ABC üçbucağında AD tənböləndir. Üçbucağı çəkək, burada bir yer açın. Üçbucağımızı da çəkdik. ABC üçbucağında AD tənböləndir. ABC üçbucağı. AD tənbölən olaraq çəkdik. Tutaq ki, bu tənbölənimizdir. Aha. Və AB 6-dır. AC 3-dür. SABD bura 4-dürsə, ABC üçbucağın sahəsini tapın. Tənbölən olanda, bura biz M, bura N desək, bilirik ki, M-in N-ə nisbəti 6-nın 3-ə nisbətidir. Tənbölən olduğuna görə. Həm də M-in N-ə nisbəti, bax, burana S1 desək, burada S2 desək, S1-in S2-yə nisbətidir həm də. S1 bölünsün S2-dir. İndi buradan istifadə edə bilərik. Demək, S1-imiz neçədir? 4-dür. Bölünsün S2 və bu bərabərdə 6 bölünsün 3, yəni bu da 2. O zaman S2 nəyə bərabərdir? S2 də 2-dir. Bura oldu 2. Onda ümumi üçbucağımızın sahəsi 4 ilə 2, o da 6. Sonra 31. Tərəfləri 4, 5, 7 üçbucağın sahəsini hesablayın. Heron düsturundan istifadə edib yazırıq. Şəkil çəkməyə ehtiyac yoxdur. A bərabərdir 4, B bərabərdir 5, C bərabərdir 7 deyib hesablayıraq. İndi S bərabərdir. Düsturu yazaq birinci. Kök altında P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Və bilirik ki, P yarım perimetrdir. 4 üstə gəl, 5 üstə gəl, 7 bölünsün 2. Eləyəcək 16, 2-yə də böldük 8. İndi S bərabərdir. Kök altında 8 vurulsun. 8-dən bir dəfə 4 çıxırıq 4. 8-dən 5 çıxırıq 3. 8-dən 7 çıxırıq 1. Və bu bərabərdir. Buradan 8-də parçalayıb 4 vurulsun 2 kimi yazsam. 4 vurulsun 2 vurulsun 4 vurulsun 3. 4-dən 2 dənə də biri çıxır kökdən xaricə. Qalır 2 vurulsun üstə kökün altında. 4 kökdə 6. Cavab D bəndi. 32 də onun kimidir. Üçbucağın kiçik hündürlüyünü tapın. Bu da sahə düsturundan əslində istifadə edib tapacağıq. H bərabərdir. Bilirik ki, H-a bərabərdir. 33-cü sual yazıram. 2S bölünsün A düsturu. Bizdən də 7-yə çəkilmiş. Bunu soruşursa, demək ki, 2 vurulsun S bölünsün 7. Kiçik tərəfə. Yəni, daha doğrusu kiçik hündürlüyü soruşur. Kiçik hündürlüyü soruşursam, elə bildim, kiçik tərəfə çəkilmiş hündürlük deyir. Kiçik hündürlük ən böyük tərəfə çəkilmiş hündürlükdür. Yəni 2S bölünsün 25 olacaq. Birinci S hesablayaq. S üçün bizə yenə perimetrin yarısı lazımdır. Yarım perimetr. 24, 25 və 7-ni topladıq. Bölürük 2-yə. 49, bu da 7, 56. Yarıya böldük 28. İndi S bərabərdir. Kök altında 28 vurulsun. 28-dən 24 çıxdıq 4. 28-dən 25 çıxdıq 3. 28-dən 7 çıxdıq 21. İndi parçalama üsulundan yazaq daha rahat görünür. 28-in yerinə 7 vurulsun 4, vurulsun həmin bu 4, sonra vurulsun 3, 21-in də yerinə 3 vurulsun 7 yazsaq. Artıq görürsünüz, 7-dən 2 dənə də biri çıxdı, 4-dən 2 dənə də biri çıxdı, 3-dən də 2 dənə də biri çıxdı. Yəni S bərabər nəyə? 84-ə. S-i tapdıq. İndi gələk, düsturda yerinə yazaq. H-a bərabərdir.
2 vurulsun 84 bölünsün 25. Bu da bərabərdir. Neçə eləyəcək? Demək, 168 bölünsün 25. 168 də 25'ə böləndə eləyəcək 6 tam %72. Yəni cavab B bəndi. 34. Düzbucaqlı ABC üçbucağında bucaq B 90'dır, bucaq A 60'dır, bucaq C avtomatik 30 olmuş olur. BC 4 kök altda 3'dür. B düzbucaq təpəsindən BK medianı çəkilib. Aha. 60'ın qabağındakı 4 kök 3 ise 30'un qabağındakı 4'dür. O zaman bura eləyir 8 ve bunların hər birisi 4 olaraq bölünür. ABK üçbucağının sahəsini görürsünüz. Bərabər tərəfi üçbucaq alındı burada. ABK'nın sahəsini tapaq. Nə eləyir? A kvadratı kök 3 bölünsün 4. Yəni 4'ün kvadratı kök 3 bölünsün 4. 4'lər ixtisar getdi, qaldı 4 kök altında 3. Cavab B bəndi. 35. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianın 5 katetlərindən biri 6 olarsa üçbucağın sahəsini tapaq. Düzbucaqlı üçbucaq. Median çəkmişik. Median çəkdik, deyir ki, medianın uzunluğu 5'dir. Medianın uzunluğu 5'dirsə avtomatik betonumuzun uzunluğunu tapmış oluruq 10'dur. Və katetlərdən biri 6'dırsa Pifagor teoremini tətbiq edib tapa bilərik. Yəni 10'un kvadratı çıxılsın 6'nın kvadratı. Burada bir A desək bərabərdir A kvadratı. A'mız olur 8. A kvadratı 64'dür. A bərabərdir 8. S bərabərdir 2'də 1 AB. Yəni katetlər açılır. 6 vurulsun 8. Bu da eləyəcək 24. Ondan sonra keçdik digər suala. Yəni 36-cı. ABC düzbucaqlıdır. A7 isə bərabər tərəfli üçbucaqdır. AD 10'dur. İştiqlənmiş hissənin sayəsini tapaq. Bu 10'dursa, birinci biz gəlin bu üçbucağın sayəsini bir hesablayaq hələ, deyəcəm indi. S bərabərdir. A kvadratı kök 3 bölünsün 4. Bu eləyir 10'un kvadratı kök 3 bölünsün 4. 100'ü 4'e böldük. 25 kök 3. Cavab dili 25 kök 3'dür. Səbəbi parallelogram və onun növlərinin hər birinə aid olan belə bir qayda var. Qonşu təpə nöqtələrindən qarşı tərəfə çəkilmiş xətt, hansısa bir parça gəlib qarşı tərəf üzərində birləşirsə bu şəkildə. Burada alınan bu üçbucaq S1 deyək. Soldakına S2, sağdakına da S3 deyək. O S1'in sahəsi hər zaman paralelogramın sahəsinin yarısıdır. Həm də S1 bərabərdir. Bu sağda və solda olan üçbucaqların sahələri cəmrə. S3. S2 ilə S3'ün cəminə bərabərdir. Yəni buradakı üçbucaqlar istər burada bərabər tərəfli olsun, bərabər yanlı olsun və ya hər hansı bir növ üçbucaq heç olmasın. İxtiyari bir üçbucaq olsun. Burada 3 növ üçbucaq var. 3 dənə üçbucaq var. Bu ortadakının sahəsi digər ikisinin sahəsinin cəminə bərabərdir və ümumi sahənin yarısına bərabərdir. İndi bunun sahəsini tapdıq biz. A kvadratı kök 3, 25 kök 3, yəni bölünsün 4 də var. 25 kök 3'dür bunun sahəsi. Onda bu yandakılar, bu iştiqlənmiş hissələr də 25 kök 3'dür. Və ümumi sahəni soruşsaydı bizdən, deyərdik ki, 50 kök 3. 37. ABC düzbucaqlı A7 eyni şeydir, eyni sualdır, özünüz yazarsınız. Bərabər yanlı üçbucağın sahəsi 25'dir. Oturacaq iki bucağı alfa 3'ün tangens alfa 4 olarsa üçbucağın oturacağını tapın. Buradan bir dənə çəkək, bir yer açım, sonra da üçbucaq çəkək. Bərabər yanlı üçbucaq. Bu da bərabər yanlı üçbucaq. Üçbucağımızın sahəsi 25'dir. Oturacağı bitki alfa bucağı üçün tangens alfa bərabərdir 4'ə. Bu da bir dənə hündürlük çəkdik. Aha. Bura H, burada bir A desəm, bu da A'dır. Və tangens alfa bərabərdir H bölünsün A. O da bərabərdir 4'ə. Bunu da 4 bölünsün 1 yazsam, mən buradan belə nisbət götürürüm. H bərabərdir 4K, A bərabərdir K yazsaq. İndi bura 4K, bu H'dır. Bura K olsa, bura da K'dır. Onda bu üçbucağımızın sahəsi nə olur? 2'də 1, bu 2K'dır artıq. 2K vurulsun 4K və bu da bərabərdir 4K kvadratına və bərabərdir 25'ə. O zaman K kvadratı bərabərdir 25 bölünsün 4. Yəni K bərabərdir 5 bölünsün 2. Bizə də oturacağı lazım. Oturacağı da 2K'dır. 2K bərabərdir 2 vurulsun 2'də 5, yəni 5 santimetr.
39-cu sual. ABC və ABC üst bucağında AB və BC tərəfləri üzərində uyğun olaraq elə M və N nöqtələri qeyd olunmuşdu ki, götürülmüşdü ki, bir dənə çəkək üst bucağımızı, ondan sonra danışaq. Bu bizim üst bucaq. Aha. A, B, C. Nisbətə görə baxaq. M nöqtəsi buradadır, N də buradadır. AM-in BM-in nisbəti 2-3-dür. Təxminən belə bir şey götürsək, M. Bura 2K, bura 3K yazırıq. B-nin NC-yə nisbətdə 4-ün 5-ə nisbətidir. Təxminən bu da olsun deyək ki, bura. Bura 4N-dir, burada 5N-dir. Və ümumi sahə bizə 90 verilibdir. Bizdən AM-nin sahəsini istəyir. M-ni birləşdiririk və A-ni də birləşdiririk. İndi istəsə gedək. Böyük üst bucağa baxaq. Böyük üst bucaqda, bax bu üst bucaqda, görürsünüz, AN xətti qarşı tərəfi 4-5 nisbətində bölürsə, sahə də 4-5 nisbətində bölür. Onda 9N-i 90 olaraq götürək, tərəf olaraq yox, indi bu sahə olaraq nisbət götürək. N olur 90. Bax, bu sahə olur 50, bu sahə ümumilikdə olur 40. İndi keçək digər üst bucağa. Baxın, bu üst bucağa. Bu üst bucağın sahəsi oldu 40. 40-dırsa və bu xətt görürsünüz, tərəfi 3-2 nisbətdə bölübsə, sahələr də 3-2 nisbətdə bölünür. O zaman 40-ı bölürük 5-ə, eləyir 8. Bax, bu 3K olduğuna görə, bura 8 vurulsun 3, yəni 24-dür. Burada 8 vurulsun 2, yəni 16-dır. Ya da 40-dan 24-ü çıxırıq, yeni eyni şeydir. Bizdən də haranı istəyir? AM-ni istəyir, yəni 16 olanı. Sahə 16-dır. Cavab deməlidir. Sonra keçdik digər suala, rəngi dəyişim. Radiusu R olan çevrə 3 nöqtə ilə 1-1-2 nisbətində bölünmüşdür. Bölgü nöqtələri vətərlərlə birləşdirilmişdir. Alınan üst bucağın sahəsini tapın. R-lə ifadə. Bu da bizim dairəmiz və ya çevrəmiz. 1-1-2 nisbətində bölünməsi bu formada. Bura K, bura da K, onda bura 2K'dır. Yəni biz bunu birləşdirsək, bunu da birləşdirsək və 4K bərabərdir 360-a, K bərabərdir 90-a. Bura olur 90 dərəcə, qövsdən söhbət gedir. Bura olur 90 dərəcə, burada olur 180 dərəcə. Yəni, bu vətər yarım çevrəyə söykən, yarım qövsə, yəni diametrə söykənib. Bax, bu vətər diametrdir bir sözlə. Diametrdirsə, o zaman bura nə olur? Daxili çəkilmiş bucaqdır və 90 dərəcədir. Düz bucaqlı həm də bərabər yanlı üst bucaqdır. Bura R-dirsə, burada R-dir. Və düz bucaqlı üst bucaq. Bunu da birləşdirsə, burada R-dir. Bu da perpendikulyardır. İndi bura R, bura R-dirsə, S bərabərdir. 2-də 1 AH. R vurulsun 2R. Bura 2R, bu da R. 2-lər ixtisar getdi. S bərabərdir. R kvadratı olmuş olur. Və ya bura deyərdik R kök 2 olur. Burada olur R kök 2. Və üst bucağın sayəsi 2-də 1 R kök 2-nin kvadratı. Yenə də bu 2 eləyir. Qalır R kvadratı. Bu cürdə yaza bilərdik. 41. Düzbucaqlı üst bucaqda iti bucağın tənböləni qarşıdakı kateti 4-5 cm uzunluğunda 2 parçaya ayırır. Çəkək, elə danışaq. Bir boşluq və üst bucağımız. Düz bucaqlı üst bucaq. Bu da düz bucaqlı üst bucağımız. Aha. Düz bucaqlı üst bucaqda iti bucağın tənböləni, bu da iti bucağımızın tənböləni. Buradan çəkin. Aha. Bu tənböləndir. Qarşıdakı kateti 4-5 nisbətində bölüb. Bura 4K'dır, burada 5K'dır. Bu üst bucağın sahəsini tapın. İndi, bura 4-5'dir. 4K, 5K yox. Düzəldək. 4-5'dir. 4K, 5K bura olacaq. 4K, burada olacaq 5K. Çünki tənbölən qarşı tərəfi yan tərəflərlə mütənasib parçalara bölür. Buradan Pifagor teoremini tətbiq edib tapaq bir K-nı. Katet 4K-nın kvadratı, digər katet 9-un kvadratı bərabər dipetonumuz 5K-nın kvadratına.
16k kvadratı üstə gəl 81 bərabərdir 25k kvadratı. 81 bərabərdir 9k kvadratına. K kvadratı bərabərdir 9-a, k bərabərdir 3-ə. Demək ki, bura olur 15, bura olur 12, burada 9. İndi bizdən bu üçbuzağın sahəsini istəyir. S bərabərdir katetləri hasilin yarısı. 12 vurulsun 9. Yəni 54. 42. Üçbuzağın iki tərəfinin cəmi 8-ə bərabərdir. Yazım bir dəqiqə. Bir dənə də üçbuzaq. Üçbuzağın iki tərəfinin cəmi 8-ə bölünür. Bura A deyək, burada B deyək. Və onlar arasındakı bucaq 30 dərəcədir. Bu tərəflərin uzunluqları neçə olmalıdır ki, onların sahəsi ən böyük olsun? Yəni, S bərabərdir 2-də 1, A vurulsun B vurulsun sinus 30. 2-də 1, A vurulsun B vurulsun 2-də 1, yəni AB bölünsün 4. İndi bizə də deyir ki, A ilə B-nin cəmi 8-dir. 8-dirsə, o zaman cəmi verilmiş, iki ədədin cəmi verilmiş ədədin hasillərinin ən böyük olması üçün bunların bir-birinə ən yaxın iki ədəd olması lazımdır. Yəni, 4-4 olanda bunların hasilləri ən böyük olmuş olur. Məsələn, gəlin yazaq, başqa bir şey yazım. Nə olur burada? Məsələn, tutaq ki, 5-3 ola bilərdi. Görürsünüz, hasil edir 15. 6-2 ola bilərdi. Hasil edir 12. 8-1 ola bilərdi. Hasil edir 8. Yəni, iki ədədin cəmi verilibsə və bunların hasillərinin ən böyük qiyməti soruşulursa, bunlar bir-birinə yaxın iki ədədi seçilir. O da 4-dən 4 olanda olur. Yəni, S bərabər olur. AB bölünsün 4-dürsə, 4 bölünsün 4. 16 bölünsün 4, bu da eləyir 4. Sahəsi ən böyük olması üçün tərəflər 4-4 olmalıdır.